Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Radio Kəşfiyyat Xidməti tərəfindən 1993-cü il aprel ayının 6-sı və 7-sində müxtəlif saatlarda lentə alınıb. Uragan 1, Manuşaq 10'u çağırıram. GSM 7 ilə əlaqə yaradın. GSM 7, mən mühüm məlumat vermişəm. Siz nə üçün xəttə deyildiniz? Uragan 1, mən həmişə xəttə olmuşam. GSM 7, mənim dediklərimi eşitmisiniz? Uragan 1, xahiş edirəm, mənə hamısını təkrar edin. GSM 7, Zelyonay, Asina, Dub, hamısını 2 metr aşağı, dərinliyə və yerlə bərabər. Qəbul etdin? Uragan 1, qəbul etdim, başa düşdüm. GSM 7, hər yerdə hamıya xəbər ver. Eboda olan Dubu tanıyırsan, onun yerini de. Uragan, yox, bilmirəm. GSM 7, sən yaxınlıqdakı uraganlardan soruş. Onlar deyərlər, nə qədər Dub və Osina var. Onları təcili surətdə məhv etmək lazımdır. Qəbul etdin? Uragan, anlamadım, təkrar edin. GSM 7, xaritonları, Dubları, Asinaları tam məhv edin. Sən onlara çatdır, onlar bilir. Qəbul etdin? Uragan, oldu. GSM 7, təcili və mütləq yerinə yetirin. Həmin yerdə xeyli Dub və Osina var. Sən onlara mütləq o yer üçün, konkret o yer üçün. Qəbul etdin? Əmri qəbul etdin? Uragan, qəbul etdim. Qəbul etdim. GSM 7. Efirdəki bu radio danışığının mətni Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Radio Kəşfiyyat Xidməti tərəfindən 1993-cü il aprel ayının 6-sı və 7-sində müxtəlif saatlarda lentə alınıb. Uragan 1, Manuşaq 10'u çağırıram. GSM 7 ilə əlaqə yaradın. GSM 7, mən mühüm məlumat vermişəm. Siz nə üçün xəttə deyildiniz? Uragan 1, mən həmişə xəttə olmuşam. GSM 7, mənim dediklərimi eşitmisiniz? Uragan 1, xahiş edirəm, mənə hamısını təkrar edin. GSM 7, Zelyonay, Asina, Dub, hamısını 2 metr aşağı, dərinliyə və yerlə bərabər. Qəbul etdin? Uragan 1, qəbul etdim, başa düşdüm. GSM 7, hər yerdə hamıya xəbər ver. Eboda olan Dubu